Bugün gənc qızların ən çox müraciət səbəbi. Müsaliha xanım, hər şey yolunda gedərkən birdən-birə məndən soyudu. Əslində cavab sizin düşündüyünüzdən daha sadə, amma daha dərindədir. Bir çox təcrübəsiz qızlar elə düşünürlər ki, əgər münasibətdə qarşı tərəf biraz soyudu, ara verdisə, demək kimsə var və onun sevgisi bitib. Əslində isə bunun başqa səbəbləri də olur. Səbəb isə emosional boğulma. Siz ona həyatınızın mərkəzi kimi baxdıqca, hər bir işinizdə davamlı onunla məsləhətləşib, onunla bölüşdüyünüz zaman, emosional olaraq həddən artıq yaxınlıq bu zaman artıq qarşı tərəfi yormağa və bezdirməyə başlayır. Sizin xoşbəxtliyiniz onun çiyinlərinə qoyulmuş bir məsuliyyət kimi göründüyü zaman isə artıq bu münasibətdən qaçmağa, daha sakit və rahat yer axtarmağa başlayır. Kişi o zaman qaçmağa başlayır ki, qadın bütün enerjisi ilə sanki məni xilas et, məni tutar, mənə kömək elə hissləri ilə ona sanki bağırmağa başlayır. Bu isə artıqdan əlavədən götürülmüş yük kimi görsənir bir çox kişilərə. Bütün bu vəziyyət adətən qadınların özünün gücünü zəif hiss etdiyi, öz dəyərini bilmədiyi vəziyyətlərdə baş verir. Əlbəttə ki, belə olan vəziyyətdə nəinki kişilər, hətta ən yaxın rəfiqələriniz belə sizdən uzaqlaşır. Siz isə rəfiqələrinizdən daha çox o emosional ehtiyacınızı kişi ilə bağladığınıza görə bunu hiss eləyirsiniz. Əziz qızlar, əgər sən öz gücünü öz əlinə almağı bacarsan, özünlə də zövq alıb, öz enerjinlə ətrafdakı insanlara da işıq yaymağa başlasan, bu zaman sənin yanında olan heç kim səndən uzaqlaşmayacaq. Əksinə, sənin ətrafında olan hər kəs sənin işığına yığılmağa başlayacaq. Və sizcə münasibətdə nəfəs almaq üçün məsafə lazımdır, yoxsa emosional olaraq bağlı yaşamaq daha yaxşıdır?